Salam kanalımın izləyiciləri, sizi öz kanalımda salamlayıram. Bu dəfəki mövzu yenə də cashback servisi haqqında olacaq. Çünki bu sualı biz çox verirlər. Bilirsiniz ki, daimi izləyicilər bilirlər ki, mənim Facebookda bizim qrupamız var, bizim səhifəmiz var və oranın da üzvləri bizə bu sualı çox verirlər. Yəni cashback servisi nədir, necə istifadə edirlər? Bu haqda çox geniş deməyəcəm, çünki həddindən çox bu haqda videoları və fayllar bizim kanallarımızda və qrupamızda mövcuddur. Yəni linkləri yerləşdirəcəm. Qoşulub baxa bilərsiniz. Nə mövzular var, necə istifadə edirlər, amma bəzi nüanslar var ki, indi onu sizə demək istəyirəm. Yəni yəqin ki, bilirsiniz ki, mən də AliExpress-dən çoxlu sifarişlər verirəm və bu sifarişlərdə mənim daimi istifadə etdiyim cashback servis YPN cashback servisidir. Ekranda gördüyünüz bu cashback servisidir. Güvənirəm, çünki belə deyək, yazışmalar, suallar olanda verilir, ancaq tez cavablar alınır. Qrafiklər, ümumiyyətlə bütün mövzularda bu cashback servisi mənə rahat gəlir. Yəni bu cashback servisinin istifadəsi haqqında da video var kanalımızda, ona da baxa bilərsiniz, amma indiki mövzu biraz fərqlidir. Yəni ekranda da gördüyünüz kimi, как совершать покупки на AliExpress с двойным cashback. Двойной cashback deyəndə yəqin ki, başa düşürsünüz nə nəzərdir. Yəni ki, eyni nəsə bir mal alanda cashback sizə 2 dəfə hesablansın. Bilənlər yəqin ki, istifadə edirlər, bilməyənlər üçün başa salmaq istəyirəm. Baxın, daxil olacaqsınız bu, yəni istifadə qaydası haqqında məlumat. Baxın, mən bir müddətdə istifadə edirəm, amma rəsmi o haqqında məlumat yox idi. Sadəcə bilirdim ki, yəni belə bir şey eləyə bilərəm və istifadə edirdim. İndi isə cashback servisi, YPN cashback servisi bu məlumatı hazır öz səhifəsində yerləşdirdi. Yəni linki də yerləşdirəcəm, özünüz də girib oxuya bilərsiniz. Baxın, uznать подробнее, yəni bu servis necə işləyir, daxil olur bura. Mexanizm получения двойного кэшбэка сводится к двум простым шагам. Yəni başa düşdüyünüz kimi cəmi 2 dənə rahat bir variant var. İlk olaraq AliExpress səhifəsinə girib özünüz üçün padarışın sertifikat alırsınız. Sözsüz ki, YPN cashback servisindən istifadə edərək və müəyyən bir məbləğ padarış sertifikat olanda, məsəl üçün daxil olaraq AliExpress-ə daxil olursunuz, baxın, May kuponu. Buradan padarışın sertifikatı. Bu haqqda məlumat məndə digər videolarda var. Oradan bu prosesi necə getdiyini baxa bilərsiniz. Prosta sadəcə indi ümumi prinsip olaraq göstərirəm. Baxın, padarış sertifikatları bunlardılar. Daxil olursunuz покупайте sertifikatı və buradan seçə bilirsiniz ki, hansı padarış sertifikatı alırsınız. Yəni mənası nədir? Yəni siz məsələn hər hansı bir məhsul sifariş verəcəksiniz, amma indidən padarış sertifikatı alırsınız. Məsəl üçün $20 üstünə klik edirsiniz, standart qaydada sifarişinizi verirsiniz. Məsələn $20 sertifikat istəyirsiniz. Bunda cashback-i aktivləşdirirsiniz. Baxın, bu knopkanı sıxırsınız. Activate cashback və cashback olan səhifə açıldı. Və bu kuponu alırsınız. Və istədiyiniz qədər məbləği də artıra bilərsiniz, azalda bilərsiniz. O sizdən asılı olaraq cashback-lə istifadə edərək bu kuponu alırsınız. Sertifikatı alandan sonra sizdə baxın bu bölmədə aldığınız sertifikatın məbləği yazılacaq. Yəni nə qədər aldınız? İndi mən almışam və istifadə edilmişəm deyə bu qədər qalır. Yəni gördüyünüz kimi mənim aldığım sertifikatlar baxın nə qədərdir. Yəni bu sertifikatlara mən almışam. Sözünün məğzinə keçək. Yəni bu o deməkdir ki, siz məsəl üçün $20 sertifikat aldınızsa, cashbackdən istifadə edilərək $20 görə sizə sistem cashback-i hesablayacaq. Amma nəzərə alın ki, siz mal almamışsınız. Ancaq sertifikat almışsınız. Cashbackdən istifadə etdiyiniz üçün bu $20 uyğun hər hansı bir cashback hesablanacaq sizə YPN-də və ondan sonra siz məhsul almaq istəyəndə, hər hansı bir mal almaq istəyəndə daxil olursunuz. Həmin malı almaq istəyirsiniz məsəl üçün. Seçirsiniz hər hansı bir malı. Məsələn, verirsiniz zakazda этого продавца. Və sonunda seçirsiniz, başını görürsünüz, burada qalçıqa var. Qalçıqanı götürəndə kartınızdan pul çıxacaq, qalçıqanın yerinə qoysaq, sertifikatda olan məbləğinizdən pul çıxacaq, kartınızdan pul çıxmayacaq. Yəni bu prinsip belədir.
Sonrası appaçıcı, yəni standart olaraq gedir. Yəni bir də təkrar edirəm, burada qalçıqı olanda sertifikatınızdakı puldan çıxacaq. Çünki bir sertifikat almışdınız. Burada qalçıqı olmayanda kartınızdakı puldan. Bu momentə gəlib çatanda bir daha cashback aktivləşdirirsiniz. Və məhsulu alırsınız. Və salam, bununla da siz ikili cashbackdən istifadə etmiş olursunuz. Yəni eyni məhsulu almaq üçün, eyni malı almaq üçün, məsələn 20 dollarlıq malı almaq üçün birinci dəfə 20 dollarlıq sertifikat alırsınız, göstərdiyi kimi padaş sertifikat alırsınız. İkinci dəfə həmin məhsulu kartınızdan yox, aldığınız sertifikatdan istifadə edərək alırsınız. Yəni hər iki halda cashback'i aktivləşdirirsiniz. Кстати, говорится, в этом случае кэшбэк на покупку товара будет зачислен в полном объеме. Yəni sertifikat ola bilər ki, məsələn sizə çatmasın. Ola bilər ki, məhsulun qiyməti məsəl üçün 25 dolları, sizə 20 dolları sertifikat qalıb. 20-sini sertifikatdan verirsiniz, 5-ini kartınızdan verirsiniz. Yəni fərqi yoxdur. Bu halda da sizə ikinci cashback hesablanacaq. Salam, belə bir qısa obzor, yəni gələcək qeyd etdiyim kimi bu haqda da video alış necə edirlər kanalımızda var. Qrupamızda da, səhifəmizdə, Facebook səhifəmizdə də qoşula bilərsiniz. Orada hamısı var. Suallarınızı verə bilərsiniz və bacardığımız qədər bütün suallarınızı cavab verəcəyik. Videonu bəyəndinizsə like edin və bizim qeyd etdiyim 3 kanalımıza və Facebookda olan səhifə və qrupamıza üzv olmağı unutmayın. Həmişəki kimi linklər videonun şərhlər bölməsində yerləşdiriləcək.